Varşava Azərbaycan evi. Rusiya-Ukrayna müharibəsi başlayanda bura yüzlərlə soydaşımızın evinə çevrilib, onların vətənə yola salınmasında əsas rola malik olub. Xaricdəki Azərbaycan evləri ilə bağlı onlarla belə faktı dilə gətirmək mümkündür. Xatırladaq ki, hazırda dünyanın 20 ölkəsində 31 Azərbaycan evi fəaliyyət göstərir. Azərbaycan evləri Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdəki Azərbaycan icmalarının şəbəkələşməsi, vahid diaspor şəbəkəsinin yaradılması üçün uzunmüddətli və konkret hədəfi olan layihələrindəndir. Azərbaycan dövləti həmin evləri lazım olan bütün vəsaitlərlə təmin edib. Müxtəlif ölkələrdəki Azərbaycan evləri hər şeydən əvvəl xaricdə milli mənəvi dəyərlərimizi təbliğ edən sosial mədəni məkandır və soydaşlarımızın sözlə deyil, reallıqda birlik anlayışını, təşkilatlanmasını gücləndirmək funksiyasına malikdir. Burada müxtəlif xarakterli minlərlə tədbirin təşkil olunduğunu, yerli sakinlərlə görüşlərin keçirildiyini, filmlərin nümayiş olunduğunu, sərgilərin açıldığını, məktəblərin fəaliyyət göstərdiyini, ölkəmizin layiqincə tanıdıldığını müşahidə edirik. Azərbaycan evlərinin əhəmiyyətini artıran amillərdən biri onların Türk-Azərbaycan diasporlarının birlik və bərabərliyinə xidmət etməsidir. Bir sözlə, Azərbaycan evləri həm diasporumuz, həm də türk dilli ölkələrin diasporları üçün real birlik imkanları yaradır. Evlər həmçinin azərbaycanlılar və xaricilər üçün məlumat bazası rolunu oynayır. Azərbaycan evlərində açılan həftə sonu məktəbləri yeni nəsil diasporun və Azərbaycanı sevən xaricilərin ana dilimizi, tarix və mədəniyyətimizi öyrənmələrinə də geniş şərait yaradır. Vətən daha yaxındır, sən bu elin olursan, vətəninə yaxındır. Nişanlım Azerbaycanlıdır. He's called Eldar. And he's living here in Hungary since 12 years. And now I'm trying to learn his language. And also because I like this language, I like the lot of ü. For instance, my favorite word is the sözündüzü. Azərbaycanı yazmış. Azərbaycanı sən yazmışsan, tapdıq burada. Amma danışırsan, əməlli başlı danışırsan Azərbaycanca. Hə. Çox yaxşı. Mən nə danışıram, hamısını başa düşürsən? Hamısını, hə. Azərbaycan evləri icma üzvlərində özünə güvən hissini formalaşdırır və qoruyur. Xaricdəki Azərbaycan evləri diasporumuz üçün bugün daha çox sosial mədəni məkanlardır. Bura bizi üçün vətənimizin bir parçasıdır. Ona görə ki, biz hamımız darıxırıq Azərbaycan üçün. Bəs gələcəkdə həmin evlərin mahiyyəti hansı istiqamətdə inkişaf edə və formalaşa bilər? Azərbaycan evləri gələcəkdə xaricdəki elm adamlarını cəlb etmək, nüfuzlu ali məktəblərdə təhsil alan soydaşlarımızla daha sıx əlaqələr qurmaq, Azərbaycan diasporu ilə bağlı akademik tədqiqatlar aparmaq, elmi araşdırmaların nəticələrini diaspor arasında geniş yaymaq imkanı qazana bilər. Bununla yanaşı həmin evlər beynəlxalq qurumlarla, nüfuzlu təşkilatlarla işbirliyi həyata keçirmək, ortaq konfrans və görüşlər təşkil etmək, diasporun yaşadıkları ölkələrin mediası ilə əlaqələrini inkişaf etdirmək və xaricdə doğulan Azərbaycanlı uşaqların təhsil imkanları ilə bağlı araşdırmalar aparmağa qadir ola bilər. Diaspor gücləndikcə, Azərbaycan evləri modelinin inkişafında daha yaxından iştirak etdikcə, bu layihə diaspor fəaliyyətinin daha da dərinləşməsi üçün rəqabətə davamlı alternativ yolların yaranmasına meydan açar, beynəlxalq münasibətlərə, dünya siyasətinə təsir edən ən ciddi resurslardan yararlanaraq, yumşaq gücün beyin mərkəzinə çevrilə bilər.